Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala nebiyyina Muhammed ve ala alihi ve ashabihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Değerli Müslümanlar, bəzən olur, insanın elə bir kiçik əməli olur ki, o insanın Allah qatında hər nəyinin dəyişikliyinə, daha doğrusu, çox böyük yüksəlməsinə səbəb ola bilər. Ona görə biz özümüz, əvvələn özümüz üçün və bir də hər bir şəxs üçün bunu arzulamalıyıq ki, biri-birimizə bu bilgiləri paylaşaq ki, hər birimiz Allah qatında ucalaq. Çünki bu işlərdə xəsis olanlar cahillərdir, nadanlardır ki, mən yüksəlim, başqasıyla nə işim? Çünki bu Allah qatında belə hesablanılmaz. Bu dünyanın cahil həyat tərzinin aqibətidir ki, insan belə düşünür. Mənim olsun, başqasının olmasın. Amma mömin bilir ki, sən hansı xeyrə səbəb olsan, o xeyirdə sənin də payın vardır. Ona görə dəyərli müsəlmanlar, əlbəttə ki, enində sonunda biz bir gün öz Rəbbimizə qovuşacaq. Allah həmən gün bizim üzümüzü nurlu etsin. Allah həmən gün bizə təsəlli versin, qəlbimizə rahatlıq versin. Çünki siz bilin, həmən gün Allahın rəsullarının bədəni tir-tirəsəcək. Həmən gün Allahın mələkləri qorxularından tir-tirəsəcəklər. Çünki həmən gün intiqam günüdür, qiyamət günü. Amma bəzi əməllər vardır ki, o səni Allah qatında ucaldır. Dünyada o işi görməyə biraz enerji lazımdır, biraz güc və biraz hünər lazımdır. Hünər. Çünki biz dünyada, ahirətdə bizə lazım olan işlərə qarşı bəzən o qədər həssas oluruq ki, vaxtım yoxdur, mən necə edeyim, bunu etmək mənim gücüm çatmır, deyə mənasız, yersiz bəhanələr gətiririk. Amma heç bizə lazım olmayan işlər üçün saatlarımızı həsr edirik. Saatlarla domino oynayır. Saatlarla bilyard oynayıb və sual da verir. Bu halaldırmı, bu haramdırmı? Bax, elə mənasız işlər üçün suallar verib, vaxtlarını keçirdirlər. Telefonda saatlarla məşğul olur. Amma 2 rükət namaz var ki, 2 rükət namaz. Yəni, ən sadə halıyla qılsan, sənin 3 dəqiqəni götürər. Amma bu 2 rükət namaz səni bəzən elə dərəcəyə yüksəldə bilər ki, Allahın Rəsulu sahabəsindən soruşub, ey Bilal, sən nə etmisən ki belə? Məni gecə cənnətə saldılar, cənnəti gəzdirdilər. Mən hara gedirdim, sənin ayaq tappıltılarını özümdən qabaq eşidirdim. Bu nədir Bilal? Nə etmisən sən dində? Sən İslam tarixində nə etmisən ki, Allahın Rəsulunun önündə gəzirdin? Bilal radiyallahu anhu Allahın Rəsulunun bu sözündən onu dəhşət bürüdü, sevinç dəhşəti. O elə kövrəldi ki, yəni bu nə sözdür? Allahın Rəsulu mənə deyir ki, mən cənnətdə gəzirdim, sənin ayaq səslərini özümdən qabaq eşidirdim. Allahın Rəsulu ümmətə ata kimi idi. Hətta onların yerişlərindən belə bilirdi, bu gələn kimin ayaq səsidir. Çünki bəzi insanlar var, ayağını sürtə-sürtə yeriyir. Və yaxud da ki, bəzi insanlar var, ona məxsus davranışığı var, onu sevən adam onu bilir. Bax, bu da belə bir haldır. İndi o Bilal necə yeriyirdisə, onun yeriş tappıltılarını Allahın Rəsulu əzbər bilirdi. Dedi, o sən idin, mənim önümdə gəzirdin. Amma özünü görməyib, ayaq səsini eşidib. Bilal radiyallahu anhu deyir ki,
ya Rasulullah, sən mənə elə söz dedin ki, mənə dəhşət bürüdü. Mən bilmirəm ki, Allah məndə nəyi dəyərləndirib. Amma sənə bir söz deyim. Mənim İslamda etdiyim bir iş vardır. Mən gecə və gündüz demədən, haçan dəstəmaz aldımsa, hər dəstəmazın ardıyca 2 rükət namaz qılıram. 2 rükət. Bu işim vardır. Allahın Resulü başını silkələyərək deyir, Subhanallah, sən bu işi xırda iş sanırsan, elə bu imiş. Elə bu imiş ki, səni Rasulun önündə cənnətdə gəzdirirdi. Görürsünüzmü, dəyərli insanlar? Bax, bir sahabə bir əməli edib, o əməl cənnətdə Allahın Rasulunun önündə gəzməsinə səbəb olub. Bax, bunu sahabə edib. Amma hadisənin sonu, yəni Allahın Rasuluna Allahın yuxu göstərməsi, sonra sahabə öz nə etdiyini danışıb, sonra bu iş şəriətə keçib. Ondan sonra bütün sahabələr haçan dəstəmaz aldılarsa, 2 rükət namaz qılardılar. Bugün biz, bu bizim üçün nədir ki, bunu etmək? 3 dəqiqəni alacaq və bir də hünər istəyir. Hünər, bəli, baxma, bu 3 dəqiqədir. Bu 3 dəqiqəlik namazı qılmaq üçün şeytan adama o qədər vəsvəsə verir ki, dəstəmazı biraz gec alın, dəstəmazı alan kimi namazı qılın ki, tək bu 2 rükət namazı qılmayın. Və bəzən olur, bəli, dəyərli insan, bunu sizə deyəndə, bu praktikanı sizdən bilmirəm ki, bu praktikanı özümdən bilirəm. Bu 2 rükət namazı qılmaq üçün o qədər şeytan adama vəsvəsə verir, ağıl verir ki, hətta bəzən adam elə düşünür ki, güya ağıllı iş gördüm. Elə dəstəmazı aldım ki, elə gəldim, elə ardıca namazı qıldım, yəni boşluq olmadı. Boşluq da olmayanda bu 2 rükətə ehtiyac qalmır. Yəni dəstəmazı aldım, gördüm ki, cəmaat namaza başlayıb. Daha bu 2 rükəti qılmazsan, elə cəmaatla qılarsan. Hə, indi uğur qazandın, indi daha böyük bir mükafat qazandın. Yox, sən öz mükafatını qazandın, amma bir mükafat qaldı kənarda. Heyif oldu ondan. Sən 3 dəqiqə, 5 dəqiqə qabaq gedib dəstəmaz alsaydın, bu 2 rükəti qılıb, sonra da cəmaata qoşulsaydın, dağ üzərində dağ nemətlər sənin idi. Ona görə dəyərli insanlar, vərdiş edək. 2 rükət namaz hər dəstəmazdan sonra qılaq. Allahın Resulü sallallahu aleyhi və səlləm buyurmuşdur. Mən tavadda'a nəhvə vudu'i həzə thumma sallə rəka'atin la yuhaddisu fihima nəfsəhu qafarallahu ləhu mə təqaddəmə min zəmbihi. Hədisi Osman radiyallahu anhu rəvayət edib, hədis səhihdir. Rasulullah buyurur ki, kim mənim aldığım bu dəstəmaz kimi dəstəmaz alarsa, bax, bu şərtdir ha, Allahın Rəsulu kimi dəstəmaz almaq. Allahın Rəsulu da sual işarəsi deyil, görəsən necə alıb, mən nə bilim necə alıb ki. Xeyr, o məlumdur. Yəni, məlum, yəni dərslərdə paylaşılan dəstəmaz məlumdur. Çünki dəstəmaz elə ibadətdir ki, Rasulullah onu 100 minlərin gözünün önündə alıb. Gizlində almayıb ki, biz deyək ki, görəsən necə alıb. Rahat, bildiyimiz kimi, yəni sizin bildiyiniz dəstəmaz nədir? Odur. Əlləri yudu, ağzını yudu, burnunu yudu, üzünü yudu, qollarını yudu, başına məs çəkdi, ayağını yudu, ayaqlarını yudu və yaxud da ayaqlarında corab olanda onun üzərinə məs çəkərdi. Bu Rəsulullahın dəstəmazıdır. Və deyir, kim mənim kimi dəstəmaz alıb, sonra bunun ardıyca 2 rükət namaz qılarsa və bu 2 rükət namazı qılarkən özü ilə məşğul olmazsa, bu nə deməkdir? Yəni, bu namazı qılanda bir bıraq da dünyanı, bir əl çəkdə bu ticarətdən, filan kəs mənə nə dedi, ya da namazı tez qutarım, filan kəsə filan sözü deyəcəyəm. Yəni, qurtar da bunlardan, 2 rükət namaza başla. Allah və sən. Hələ bu bir halda ki, misal üçün biz özümüz
eşitdik bu hədisi. Təsəvvür et bu namazı qılarkən. Sən cənnətdə gəzirsən Resulullahla birlikdə. Bu 2 rükət namaz sənin bu cənnətinə səbəb olur. Bax, bunu düşünə-düşünə, bunun zövqü ilə bu 2 rükət namazı qıl. Resulullah deyir, kim mənim dəstəmazım kimi dəstəmaz alıb, heç bir şey düşünmədən, sırf mükafatını Allahdan alaraq bu niyyət ilə bu namazı qılarsa, Allah onun bundan öncə etdiyi bütün günahlarını ona bağışlayar. Aman Allahım, bu nə böyük mükafatdır. Bütün günahların bağışlanır. Bəzi Qur'anilər, dinsizlər, yəni ateistlər kimiləri, get nə bacarırsan elə, sonra da gəl 2 rükət namaz qıl, cənnətə gedəcəksən. Sən niyə qısqanırsan? Sən ki, cənnətə iman etməmsən. Sən ki, müsəlman deyilsən. Sən ki, heç Allahı qəbul eləməmsən. Sən ki, düşünürsən ki, meymunun övladısan. Sən get öz atan meymunla öz həyatını yaşa. Yəni, sənin bu müsəlmanların cənnətə düşəcəyi ki, Rəbbi onu bağışlayacaq. Niyə qısqanırsan ki? Niyə alovlanırsan? Gör, necə alovlanırlar ki, get filan hər işi gör, sonra da cənnətə get. Sən darıxma. Cənnət Allahındır. Allah öz istədiyi, sevdiyi qullarını bağışlayacaqını söz verir. Əlbəttə ki, mən Allaha kələk gəlsəm, Allah məni cəzalandırar. Gedim bildiyim hər nəyi et, sonra da gəl namaz qıl, cənnətə get. Allaha kələk gəlmək olmaz ki. Amma mən insanam, bir şeylər etmişəm, nəfsimə hakim olmamışam, düşmüşəm bir günaha, 5 günaha, 1000 günaha, nədirsə. Və amma peşimanam o günahlarımdan. Bilmirəm necə özümü bağışlatdıram. Bax, bu sənə aiddir. Yolu budur. 2 rükət namaz qıl. Rəbbinə yaxınlaş, Rəbbindən mükafatını istə. Sənin Rəbbin səni təmizləyəcəyinə Rəsulun ağzı ilə söz vermişdir. Ən doğru danışan kişi. Sadiqal masduq. O Allahın Rəsuludur. Onun ağzından çıxan sözlərdir. Hədislər də səhihlərdir. Bəli, dəyərli insanlar. Hər dəstəmazdan sonra 2 rükət namaz qılaq. Bu namazı hər zaman qılmaq olar. Makruh deyilən vaxtlar var. Bu haqda danışmışıq. Bəlkə də bu yaxınlarda yenə də belə bir dərs olacaq. Hətta makruh vaxtlarda, yəni həmən vaxtda namaz qılmazlar. Hətta bu namazı o vaxtlarda da qılmaq olur. Bütün vaxtlarda qılmaq olur. Haçan dəstəmaz aldın, ardıca 2 rükət namaz qılarsan. Amma görsən ki, cəmaat namaz qılır, sən yəni cəmaat namazı, toplu namaz. Dəstəmaz almışsan, sən də bu 2 rükəti qılıb sonra onu qılma. Yox, yox. Cəmaat namaza başlayıbsa, dəstəmazı alan kimi cəmaata qoşul. Cəmaatda namazı bitirəndən sonra istəyirsənsə bu dəstəmazın namazının da mükafatını tutasan, qıla bilərsən. Bu namaz müstəhəbbidir. Qılmasan günahkar deyilsən ki. Heç bir günahın yoxdur. Bu namazı qılmaq vacib deyil. Amma mən istəyirəm axı mükafatım olsun. Qıl. Vaxtın olmadı, cəmaat namaz qılırdı, qıl cəmaatla namazı. Namaz qılandan sonra, zikirlərini tamamlayandan sonra qalx 2 rükət bu namazı qıl. Bu namazın niyyəti dəstəmaz namazıdır. Salatul vudu, dəstəmazın namazı. Belə deyə bilərsən, elə ana dilində dinən. Niyyətlənirəm dəstəmaz namazına. Allahu Akbar. Qəlbində dedin bunu, Allahu Akbar dedin və 2 rükət sadə bir namaz qıldın. Elə bildiyin namaz, 2 rükət. Bir gün Allahın Rəsulu sallallahu aleyhi və səlləm bir məzarın yanından keçəndə durdu və dedi, mən sahibi həzəl qabr. Bu kimin qəbridir? Bir nəfər dedi, həzə qabr fulanın, ya Rasulallah. Ey Allahın Rəsulu, bu filankəsin qəbridir. Hədisdə o adamın adı keçmir. Resulullah da durdu və bu sözü dedi. Rəka'atani ahabbu ilə həzə min baqiyyəti dünyakum. Bu adam üçün bu dəqiqə 2 rükət namaza elə ehtiyacı var ki, sizin bu dünyanız var ha, bu dünyanızı qiymətləndirsən, onun üçün bu dünyadan qiymətlidir. Bu adama 2 rükət namaza ehtiyacı var. Subhanallah.
Yəni, bəzən 2 rükət namaz səni cənnətin bu təbəqəsindən digər təbəqəsinə keçmənə səbəb ola bilər. Və yaxud da ki, elə bir günahın var idi ki, 2 rükətlə lazım idi ki, bunu yuduzdurasan. Ona görə, yəni, dəyərli insanlar, heç vaxt, heç bir zaman tənbəllik etməyək. İlla ki, namaza, amma öz başına deyil. Yəni, necə namaz istəyirsən deyil, incələmək lazımdır. Sünnədə varid olan namazlar. Yəni, Allahın Rəsulu qılıb və yaxud da ki, sahaba qılıb, Rəsulullah onu dəstəkləyib, təsdiq edib ki, bəli, bunu edin. Necə ki, bu əməli əslində başlanğıcını sahaba etmişdi. Və Allah bunu şəriətləşdirdi, qanuniləşdirdi və buna mükafat yazdı. Biz də bu mükafatı əldən verməyək. 2 rükət namaz, hər dəst namazın ardıca qıl. Vacib deyil, qılmasan heç nə itirməzsən. Amma ki, qılsan, bunu qazanarsan. Cənnəti garantiliyirsən, dualarının qəbuluna səbəb olur, Allah qatında özünü yüksəldirsən və bir də ki, günahlarının bağışlanması üçün daha bundan nə böyük fürsət ola bilər ki? Belə dəyərli müsəlmanlar, bunun adı oldu dəstəmazın namazı. Həyatımıza bunu salaq. İnanıram ki, bunu edirsiniz. Yenə də təkrar olaraq bunu xatırlayaq ki, bu mükafatı əldən verməyək. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.